Sizə bir cavab deyim bir cümlə ilə. Dua qədər heç bir şey insana güc verə bilməz ki, insan istəklərini idarə eləyə bilsin, düz idarə eləsin. İnsan bu istəklərini danışmağa bir yer axtarır. Hər gün axşam 10-15 dəqiqə münacat eləsin Allahla, desin, bax ilahi, mən filan şeyləri istəyirəm, məndə filan yaxşı istək var, filan pis istək var, mən filan yerdə narahat oluram. Otursun Allahla dərdləşsin, söhbət eləsin. Müsbət və mənfi istəkləri səmimi Allahla danışsın. Allahın çox xoşu gəlir bu haldan. Ma min şeyin ahabbu indallah min an yus'al. Deyir, Allahın yanında ondan istəməkdən daha sevimli heç nə yoxdur. Ən sevimli şey budur ki, özü onunla oturub danışasan, bəhs eləsin, içivi dilvə gətirəsən, danışasan. Mühüm olan bu deyil ki, nə istəyirsən, mühüm olan budur ki, nəyi nə qədər istəyirsən. Sən ki, desin, ilahi, mən filan şey istəyirəm, Allah soruşur, neçə kilodur? Məsələn, mən məcazi deyirəm. Nə qədər istəyirsən? Bu mühüm məsələdir. İlahi, mən səni istəyirəm.